Malların müvəqqəti saxlanış xüsusi gömrük proseduru altında qalma müddəti nə qədərdir? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 229 nömrəli qərarı ilə təsdiq edilən malların saxlanış xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarına müvafiq olaraq malların müvəqqəti saxlanış xüsusi gömrük proseduru altında qalma müddəti, onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılan müraciəti olduqda, gömrük orqanı tərəfindən müəyyən edilən müddətin uzadılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla 4 aydan çox olmamaq şərti ilə həyata keçirilir.